29. Deyir A ve B məntəqələrindən eyni zamanda karşı karşıya iki velosipedçi yola düşüb. Onlardan her biri 1 saata A ve B arasındaki məsafənin 1/4 qədər gedir. Velosipedçilər neçə saatdan sonra görüşəcəklər? Deməli 1 saata 1/4 gedir. Bu yoldur. Tutaq ki A ve B məsafəsidir. Doğrudur. Deməli 1 saata 1/4 gedirsə, hər biri 4 saata çatır. A'dan B'ye, o birisi de B'den A'ya. Onda biz elə bir kilometr götürək ki, elə onu istəyir də. Deməli hər biri 4 saata gedirsə, velosipedçilər neçə saatdan sonra görüşəcəklər? Deməli A'dan gedən də 4 saatdan sonra B'ye çatır. B'den gelen de 4 saat sonra A'ya çatır. Onda 2 saattan sonra biri B'den gelen yarısına gelip çatmış olacak. O birisi A'dan gelen de yine yarıya gelip çatmış olacaklar. Burada görüşecekler. Deməli cevabımız neçə oldu? 2 saat. Keçək 30. sualımız. Deyir ki, A ve B məntəqələrinə eyni zamanda karşı karşıya yola düşən iki velosipedçimiz var. Onlardan her biri 1 saata A ve B arasındaki məsafənin 1/6 qədər yol gedib. Və yenə də bir AB məsafəmiz. Deməli A'dan gələn də B'dən gələn də 6 saata gəlir, yolu tamamlayır. Onda deməli yarısı qədər, yəni 3 saat sonra bunlar orta bir yerdə, bir C nöqtəsində görüşəcəklər. Deməli 3 saat sonra nə olacaq? Bunlar görüşəcəklər. Keçək 31'e. Deyir ki 31'də 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci günlər var. Deməli hələ sualı tamamlamamışdan, yəni izahına başlamamışdan belə bir şey eləyək. Deməli yolumuzun biri 13'te 4'tür, o birisi 13'te 3'tür, o birisi 13'te 3'tür. 4-cü gün 13'te 1'dir. Beraber oldu. Neçə olur? 13'te 4, 3, 3, 10, 11. Deməli 5-ci gün 13'te ikisini istifadə etməlidir, getməlidir və s. satmalıdır. Belə deyək. Deyir birinci gün 20 ədəd kitab satıb. Birinci gün nə qədər idi? 13'ten 4'ü idi. Doğrudur. Deməli 13'te 4'ü 20 ədəd idisə, bizden soruşur ki 5-ci gün nə qədər satıb? 13'te 2'si ise x olacaq. Deməli 13'te 4'ü 20'dirsə, 13'te 2'si de 10 olacaqdır. Doğrudur. Yəni 13'te 4'ü, yəni 4 payı 20'dirsə, 2 payı da onun yarısı qədər, yəni 10 olacaq. 32. Deyir 5 gün ərzində satılan malın miqdarı gündəlik diaqramda göstərilib. 32'də. Birinci gün 11'de 1 idi. Bakın 11'de 1 idi. İkinci gün 11'de 2'sidir. O üçüncü gün 11'de 3 idi. Dördüncü günü saxlayaq. Keçək 11'de 2 də 5-ci gündür. Beraber olur neçə? 11'de 3, 3, 6, 2, 8. Deməli 4-cü gün 11'de 3'ünü yani 11'de 3 olacaq 4-cü gün. İndi sual edir ki 5-ci gün 12 ədəd mal satılıb. 5-ci gün bizdə nədir? 11'de 2'si, bakın 11'de 2'si əgər 12 ədəddirsə 11'de 3'ü nə qədər eləyəcək? Burada da baxırıq ki çarpaz vursaq x'i vurmalıyıq. 11'de 2 vur x beraber olacaq. 11'de 3 vur 12'ye. Deməli 11'lər hər ikisinin məxrəcində olduğu üçün ixtisara apara bilərik. 2x beraber 36, x beraber 18. Aydın olabildi. İndi deyir ki 4-cü gün satılan malın miqdarını tapın. 4-cü gündə nə qədər satılmalıdır? 18 satılmalıdır. 33. Deyir su ilə dolu çəlləkdə əvvəlcə 10 litr. Gəlin baxaq 33'də belə bir yol izləyəcək. Əvvəlcə x olubdu və bunu burada saxlayaq. Deyir ki x'dən 10 çıxıbdır. Bu birinci addımımız. Sonra daha yani yerdə qalan x çıx 10'un 2'də 1'i yani yarısı qədər su götürüblər. Daha 10 litr su götürdükdə çəlləkdə əvvəlkinin 3'də 1'i qədər su qalıb. Yəni əvvəl nə qədər idi? X değildi. X'in 3'də 1'i. 3'də 1 x qədər su qalıb. Gəlin belə bir şey eləyək. Bunu hətta mörtəzə yazaq ki bizim işimizi biraz rahatlaştırsın. Məxrəcini 1 götürsək hər yeri 6'ya vururam. Birincini 6'ya vuranda olur. 6 vur x çıx 10 çıxılsın. İkincini 6'ya vuranda 2 ilə x'lər gedir qalır 3. 3 vur x çıx 10.
Çıxılsın 6'ya vuranda 60 bərabər 6'ya vuranda 2x. Gəlin vurub açaq. 6x çıx 60 çıx 3x üzərinə gəl 10. Bağışlayın. Üzərinə gəl nə? 30. Çıxılsın 60 bərabər 2x. 6x-dən 2x çıxdı qaldı. Neçə? 4x. Ondan da bu 3x'i çıxsaq qalacaq 1x bərabərdir. Bütün burada olanlar sağa keçirik. Deməli 60 sağa keçdi. 60 üzərinə gəl o biri 60 çıxılsın 30. Yəni x bərabər 120'də 30 çıxsa qalacaq 90. Çəlləkdə əvvəlcə 90 litr suyumuz olub. 34 super sual tipləridir bunlar. Deyir ki, birinci kran boş hovuzu təklikdə 24 dəqiqəyə, baxın, 34'ün birincisi deyir, birinci 24 dəqiqəyə, ikinci kran isə təklikdə 36 dəqiqəyə doldurur. İkinci 36 dəqiqəyə doldurur. Hovuzun aşağısında olan üçüncü kran dolu hovuzu təklikdə üçüncü 72 dəqiqəyə boşaldır. Bunlar doldururdu, bu ise boşaldır. Bu üç kran eyni zamanda açıldıkta boş hovuzun 4'te 3 hissəsi neçə dəqiqə boşalar və yaxud da dolar? Burada doları soruşur. Gəlin biz birinci, hamısı açıq olsa boş hovuz birlikdə neçə dəqiqəyə dolar? X dəqiqəyə bilmirik. Deməli doldurmaq üstə gəlmək demək. Yazırıq 24'də 1, üzərinə gəl 36'da 1, çıxılsın 72'də 1, bərabər olacaq. Baxın, bərabər olacaq x-də 1. Gələk görək, ümumiyyətlə hamısı açıq olsa neçə dəqiqəyə dolar? Hamısını ortaq məxrəc 72 eləyibdir. Birincidə qalır 3 üzərinə gəl 2 çıx 1 bərabərdir 1 bölü x. Buradan da yenə alırıq 1 bölü x bərabər 72'də neçə olacaq? 4. Deməli buradan da x bərabər olur 18'e. Tamamı, bakın bütöv hamısı birlikdə 18 dəqiqəyə dolardır. Bəs 4'də 3'ü neçə dəqiqəyə dolar? Onda biz 18'i vurmalıyıq 4'də 3'ə. Yəni tamamı 18'dirsə, görək 4'də 3'ü neçə dəqiqəyə dolar? Bunlar ixtisar gedir. Burada 2, burada 9 qalır. 27'ni də 2'yə böləndə neçə olacaq? 13,5 dəqiqəyə dolacaq. 35. Birinci kran boş hovuzu 18 dəqiqəyə doldurur. Bax, birinci 18 dəqiqəyə doldurur. İkinci kran boş hovuzu 54 dəqiqəyə doldurur. Üçüncü kran isə ən aşağıdan açıldığı üçün bu isə 108 dəqiqəyə boşaldır. Biz deyirik ki, 1 saatını tapmalıydı. Doğrudur mu? 18'də 1, üstə gəl 54'də 1, çıx 108'də 1, bərabərdir 1 bölü x-ə. Yəni birlikdə x saatı doldurardısa. Buradan alırıq ki 1 bölü x bərabərdir. Ortaq məxrəcimiz 108 olarsa 18'e böldük 6, 54'e böldük üzərinə gəl 2, çıxılsın 1. 1 bölü x də bizdə bərabər olur 108'də 7. Düz oldu? Oldu. 108'i 7'ye bölsək, deməli x də bərabər olur neçə? 14'ə. Deməli 14 dəqiqə tam dolmalıydı. İndi biz gəlirik ki, bunun 10'da 7 hissəsi neçə dəqiqəyə dolar? Onda deməli tamamı 14 dəqiqədirsə, biz də 14'ü vururuq 10'da 7'ye. O da bərabər olacaq 98. Deməli bərabərdir. O da bərabər olacaq 9,8 dəqiqə. Deməli bu qədər. Videonu bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar.